vaxtınız xeyir olsun. Yurd FM-in dəyərli dinləyiciləri. Siz 90.7 FM-də, Yurd FM-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəni Yurdumuzu dinləyirsiniz. İlk buraxılışımız olduğu üçün qısaca belə məlumat verim ki, mədəniyyət sahəsi çox şaxəlidir və biz mədəniyyət sahəsini əhatə edən müəyyən mövzulara toxunacağıq, elə bugünkü buraxılışımızda olduğu kimi. İstəyirəm ki, qonaqlarımı təqdim edeyim. Mədəniyyət Nazirinin müşaviri, əməkdar incəsənət xadimi, Kino Agentliyinin baş direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu və Yurd FM-in icraçı direktoru Rüstəm Əliyev. Xoş gəlmisiniz. Çox sağ olun. Necəsiz? Çox sağ olun, çox sağ olun. Təbrik edirəm ilk layihənizi və ümid edirəm ki, həqiqətən də Azərbaycan mədəni taxçasında öz paradigması baxış bucağı olacaq, bir layihə olacaq. Təşəkkür edirəm, minnətdaram sizə. Rüstəm bəy, buyurun, sizin də fikirlərinizi bölüşün. Mən də təbrik edirəm. İstəyirəm ki, bu layihə uğurlu olsun və Azərbaycan mədəniyyətinə müəyyən dəyər qatsın və Azərbaycan dinləyiciləri bu verilişi dinləyərək Azərbaycan mədəniyyətinin nə dərəcədə Azərbaycan xalqı üçün böyük dəyər kəsb elədiyini anlayaraq bu mədəni prosesə öz töhfəsini vermək işində azacıq da olsa yardımcı olsun. Bəli. Elə töhfələrdən danışmışkən, hal-hazırda mədəniyyət sahəsində müəyyən inkişaf prosesləri gedir. Bax, bu haqda istəyirəm ki, biraz məlumat verək. Buyurun. Bilirsiniz, mədəniyyət çox şaxəlidir. Mədəniyyət tarixdən gələn bir anlayışdır. Azərbaycanda da ki, şükürlər olsun, mədəniyyətimizin zənginliyinə heç bir şübhə yoxdur. Mədəniyyət bugünkü Azərbaycan xalqının həm keçmişini, həm bugününü əhatə edir. Yəqin ki, gələcəkdə də belə olacaqdır. Ona görə də Orxan müəllim, siz mədəniyyət deyəndə, kulturoloji bir proses deyəndə onu necə dəyərləndirə bilərsiniz? Azərbaycan xalqının mədəni dəyərləri, onun tarix boyu yaratdığı mədəni dəyərlər nələrdir və bu Azərbaycan xalqının həyatında nə kimi əhəmiyyət kəsb eləyir? Həqiqətən də çox geniş mövzudur. Amma ondan başlayaq ki, bugün biz savaş alanındayıq. Bu bir. İkincisi, biz bu sənaye inqilabları fonunda mədəniyyət anlayışını ümumiyyətlə anlamağa və anlatmağa çalışaq. Nədir mədəniyyət? Mədəniyyət hər şeydir. Təsəvvür eləyin, əvvəla lingvistik zəmində mədəniyyət sözünü açaq. Mədəniyyət ərəb sözüdür və kökündə, mahiyyətində haqqın verildiyi yer deyə anlanılır. Nə idi bu haqqın verildiyi yer? Tutaq ki, bir bədəvi ərəb, bir qəbilə ərəbi hər hansı bir formada digər ərəblə bir konflikt yaşamışdı və Mədinə şəhərində, yəni şəhərdə gedirdilər, o qazi haqqını bunun verirdi. Yəni mədəniyyət sözü əslində çox simvolik, çox rəmzidir. Mədəniyyət hər hansı bir xalqın, istər ərəb, istər digər ingilis, filansız və o cümlədən Azərbaycanlının haqqının verildiyi bir yerdir. Mədəniyyəti formalaşdıran, yaşadan və gələcəyə aparan xalqdır. Xalqın zehniyatıdır və ən başlıcası milli yaddaşıdır. Azərbaycan mədəniyyəti haradan qaynaqlanır? Təbii ki, mən çalışacağım çox qısa, amma bunu bilmədən biz bugünkü Azərbaycan mədəniyyətinin reallığını düşünürəm ki, izah edə bilmərik. Məsələn, teatr, kino, vokal sənət və digər, bunlar hamısı Azərbaycanın mənimsədiyi, amma kökündə xristiyan dünyası duran və xristiyan aləmində yaranmış bir sənət nümunələridir. Məsələn, bəllidir teatr haradan yaranır və teatrın ilk nəzəriyyətçisi kimdir? Qədim Yunanlar, Romalılar, daha çox Yunanlar. Sonra 10 əsr o xristianlığın qaranlıq dövrü, cadukarların, cadukarlar ovudur dırnaq və ondan sonra Fransız inqilabı, ateizm, kommunizm, sosializm və bugünkü xaos, heç bir şeyə inanmamaq və bugünkü Avropa mədəniyyətinin böhranı. Nədən Avropa mədəniyyətinin böhranı yarandı? Ondan yarandı ki, Avropa xalqlarının əsrlər boyu yaşadığı, yaratdığı, onlara məxsus milli yaddaş, ateizm dönəmində müəyyən mənada digər sənaye inqilablarının gətirdiyi texno-intibah dönəmində unuduldu. Bugün Avropada fikir verində, məsələn, İtalyan neorealizmi niyə yaranmır kinoda? Fransız yeni dalğası, Qadar və digərləri elvar niyə yaranmır? Xatırlayın, Papanın, yəni kilsənin sifariş verdiyi intibah dövrünü. Hamısı dini risalələr, dini mövzuda çəkilən işlər idi və onlar Avropa mədəniyyətinin kökünü təmin etdi. Amma Fransız inqilabından sonra kilsə də olmadığı halda 3 əsrdə Avropa mədəniyyətinin yaratdığı nədir? Sualdır. Azərbaycan mədəniyyəti haradan qaynaqlanır? Birinci mənada təbii ki, İslam dönəmində
İslam reallığında formalaşmış Azərbaycan qəzəliyyatı, saray şairləri və saray şeiri. Ümumiyyətlə ədəbiyyat, mətn. İkinci Sultan Məhəmməd Miniatür Məktəbi, siyah qələm qrafikası və ümumiyyətlə Təbriz məktəbi. Təbriz olmasaydı nə Səmərqənd vardı, nə Buxara var idi. Əmir Teymurun aparıb Orta Asiyada belə memariyyatın qurduğu, yəni Orta Asiyanın simasını yaradan bizim mədəniyyət, Təbriz mədəniyyəti, bizim kökdür, Ərdəbil mədəniyyəti. Şirvan mədəniyyəti. Şirvan mədəniyyəti bugün Dağıstanda təzahür edən Qubatçı miskərliyi, bugün müasir İran ərazisində qalmış tutaq xalçaçılıq və digər. Bunlar hamısı Şirvan, Aran və ümumiyyətlə cümlə İran mədəniyyətinə məxsus amillərdir və detallardır ki, bunu bizim milli zehniyyat və milli yaddaş yaradır. Azərbaycan mədəniyyətini çox qısa deyim, çox uzun mövzudur, ona görə çox qısa deyim. Həm Avropadan qaynaqlanan, həm İslam kontekstində, həm də etnik təfəkküründə, yaddaşında holavarlar, ninnilər, qımqımalar, musiqi nömrələri və bizə məxsus tutaq ki, Novruzun Zərdüştlükdən qalmaz, Novruz ayinləri, bunlar hamısı etnik təfəkkürün yaratdığıdır. Təəssüf ki, və çox təəssüf ki, görünür Sovet dönəmində, mən belə hesab edirəm Sovet dönəmində, milli zehniyyatdan yaranmalı olan, milli yaddaşa söykənməli olan teatr, kino və digər milli mədəniyyət nümunəsinə çevrilən bir konsept, bir sistem ortaya qoyulmalıdır. Nədən Azərbaycan teatrı? Mənə görə bugün Azərbaycan teatrı 50-ci il səviyyəsindədir. Pafoslu danışıq, dialoqlar, monoloqlar, teatr sintetik sənətdir. Bugün aktyor həm rəqs etməyi bacarmalıdır, həm danışmağı bacarmalıdır. Dramaturji qanun bugünlə bağlı olmalıdır. Bugün, dünən tarixdir, sabah kinematografdır. Bugün teatrdır. Azərbaycan bugünü teatrda yoxdursa teatr yoxdur. Azərbaycanın salnaməsi kinoda yoxdursa kino yoxdur. Bax, dediyim oldu ki, niyə görə məsələ yuğ ənənəsi olan, yuğlama ənənəsi olan, tutaq şəbih ənənəsi olan, ravi mədəniyyəti olan, kölgə teatrı, Qaragöz teatrı, belə ənənələri olan bir Azərbaycan zehniyyatı nədən Avropanın krizə, böhrana düşmüş teatr nümunəsi ilə bugün fəaliyyət göstərir? Nədən? Yaxşı sualdır. Yəni bəli, çox maraqlıdır ki, nəyə görə ki, biz o tərəfə getmişik. Təbii. Halbuki öz ənənələrimiz üzərində, öz kökümüz üzərində biz onları inkişaf elətdirsək, bəlkə də başqa bir mədəni mühit formalaşa bilər. Biz istəmirəm, 30 il bizə Tanrı zaman verib. 30 ildir müstəqillik. Nədən bu yaranmır? Niyə bu yeni teatr? Demək problem var. Təbii, problem. Yəni o problemlərdən danışaq biraz. Problem birmənalı olaraq zehniyyat problemidir. Milli yaddaşın bərpası və Elmlər Akademiyasının funksiyasını nəhayət ki yerinə yetirərək gündəmə çıxartdığı konseptlər, sistemlər, tutaq ki, mədəniyyət anlayışı yenə deyirəm, çox geniş anlayışdır. Davranış mədəniyyəti, süfrə mədəniyyəti, elə xalça mədəniyyəti, ümumiyyətlə hər şey mədəniyyətdir. Mədəniyyət olmayan xalqın yaratdığı nə varsa mədəniyyətdir. Biz sizin incəsənətdən danışırıq. Mədəniyyətin incəsənətə çevrilmə prosesindən danışırıq. Kino, teatr, rəngkarlıq, musiqi bu incəsənətdir. İncəsənət artıq dərk olunmuş, ənənə üzərində dərk olunmuş və sistemli şəkildə xalqın ruhani rifahını qaldırmaqdan ötürü düşünülmüş, icra edilən bir mexanizmdir. Bu mexanizmi birmənalı olaraq nə qədər istedadlı olsalar da insanlar, fərdlər həyata keçirə bilməz. Bu bir sistemli şəkildə yanaşmanın, sistemli şəkildə cəmiyyətə bugünkü sənaye inqilabları fonunda, sənayeləşmə fonunda təqdim etdiyi bir sistem üzərindən reallaşmalıdır düşünürəm. Məsələn, Füzuli nədir? Füzuli daha çox o dərəti, kədər, Kərbəla müsibəti ilə bağlıdır da, yox? Bəli. Bu İslam kontekstində İslam mədəniyyətinin bizə verdiyi böyük bir şairdir. Nizami kimdir? Nədən Nizami ellim mədəniyyətini bilirdi? Nizami niyə kosmikdir? Nizami niyə dünyavidir? Çünki İskəndəri tanıyırdı. Bu tamam başqa bir mədəniyyətin İslam içində yəni yeni həm Atabəylərin, həm Şirvanşahların gəldiyi bir mədəni təfəkkürün bir daşıyıcısıdır. Nəsimi kimi idi? Qələndəriyyə idi, Sufi idi. Hurufi idi, Sufi idi. Bir Şiə dönəmində olmuşdu, amma daha çox o Sufi kontekstində Allaha sevgi, Allahı sevməklə anlamaq, dərk etmək və yaxud Seyyid Yəhya Bakuvi Xəlvətiyyə Dərviş təriqətinin mədəniyyətə verdikləri. Təsəvvür edirsiniz. Bütün bunların fonunda bizim mədəniyyət düşünürəm ki, tamamilə yeni konseptdə və yeni təqdimatda
təqdim olunmalıdır. İndi tutaq ki, təbii ki biz danışacağıq hələ kino haqqında və digərdə, yəni mənim bu işə nə qatqım oldu və biz nə istəyirik haqqında. Amma genəldə əsas problem sistemin olmamalıdır. Və biz bugün Mədəniyyət Nazirliyi olaraq, biz bugün tutaq ki, ARK olaraq, bir mənalı olaraq birinci növbədə mədəniyyət konsepsiyasının yazılmasında maraqlıyıq. Məncə bu proses gedir artıq. Bu proses gedir. Mədəniyyət anlayışının cəmiyyətdə sadəcə tanınması, mədəniyyət nədir sualına nəhayət ki cavabın verilməsi. Mədəni yurdumuz. Vətəndaşın həyatında Belə. mədəni təzahürlər var ki, musiqidir, təzahür hansılardır? Musiqidir, heykəltaraşlıqdır, nə bilim, xalça sənətidir və s. və s. Bəli, teatr. bəli. Bunlar hamısı mədəni təzahürlərdir. Bunlar Azərbaycan vətəndaşının, Azərbaycan insanın həyatında hansı rol oynamalıdır və nə qədər oynaya bilir? Bax, çox mənalı şey. Bax, xalçaçılığı götürək də, bir də musiqini, iki məsələ. Bəli. Lətif Kərimov, Allah rəhmət eləsin, bilirsiniz. Yəni dünyada xalça elminə yenilik, dünyada yəni bu sözdən qorxmuram, gətirmiş və xalçanı, Azərbaycan xalçasını sistemləşdirmiş bir adamdır. Ona qədər hər bir evdə toxunan xalça sadəcə mədəniyyət hadisəsi idi. Bu Azərbaycan mədəniyyətidir. Hər evdə bir xalça toxunur. Onun incəsənətə çevrilməsi üçün, yəni rəssamların bu sahəyə gəlməsi üçün Lətif Kərimov yaranmışdı və Lətif Kərimov konsepti, sistemi düşündük. Xalçaların tutaq ki, Şirvan növü filan işarələrdir. Qarabağ xalçası mütləq qara bir fon var orada. Rusiyadan gələn bir o şaldan gəlmə bir fon var. Ermənistan xalçası bu cürdür. Yəni bizim təbii ki Ermənistandan getmir söhbət. Bizim Qərbi Azərbaycan insanların toxuduğu xalçalardır. Və bütün bu reallıqlardan sonra artıq bu sənətə çevrildi, incə sənətə çevrildi. Yarandı Eldar Mikayılzadələr, yarandı digər ciddi xalçaçı rəssamlar. Üzeyir bəy, mən sizə deyim, Azərbaycan mədəniyyətində bir hadisə var. O da Üzeyir bəydir. Mənim istədiyim kinoda, teatrda və digərlərində də Üzeyir bəyin funksiyasını çiyninə götürə biləcək bir insanın olması və yeni sistemi təklif etməsidir. Üzeyir bəy muğamlarımızı, bolavarlarımızı, aşıq musiqisini götürüb Avropa akademik musiqisi ilə sintez edib Azərbaycan musiqisini təsəvvür Yeni professional Azərbaycan musiqisi yaratmış bir insandır. Bunu kinoda da edəcək bir insana ehtiyac var. Teatrda da edəcək bir insana ehtiyac var. Digər sahələrdə də var. Bax, sənaye inqilabı Üzeyir bəydir bizim üçün. Bizim üçün mədəniyyətin sənayeləşməsi Üzeyir bəydir. Çünki əslində mədəniyyət bir anlayış olaraq onun elə bir ki zərgər bazarında daş sata bilməzsən ki, qızılın qızıl alıcısı var. Sən bu sənaye anlayışını yəni ümumiləşdirib hər hansı bir tutaq ki də nə bilim kərpiç satışı ilə musiqi satışı fərqli şeylərdir. Əvvəla elm, mədəniyyət, təhsil, səhiyyə, idarəçilik mexanizmləri və digər nazirliklərin öhdəlikləri, digər nazirliklərin həyata keçirdikləri iş prosesi birdən-birə ayrı-ayrı nazirlik fonunda intibahla gerçəkləşməsi mümkün deyil. Bu total şəkildə bütün ölkədə yeni yanaşmalar, yeni təqdimatlar tələb edir, bəli. Amma varmı bu tələb bugün? Çox doğru. Tələb cəmiyyətdən gəlməlidir, yoxsa dövlətdən gəlməlidir? Yox, düşünürəm burada məsələ bilirsizmi nədir? Əgər təhsil həqiqətən də güclü olsaydı, təəssüf ki, güclü deyil. Azərbaycanda təhsil mükəmməl şəkildə və təhsilin yetişdirdiyi mükəmməl bir ziyalı və yaxud hər hansı bir zümrələrin formalaşmasına xidmət etsəydi, düşünürəm ki, bu əlbəttə kütlələrdən, xalqın özündən gəlməli sifariş. Mən yeni film istəyirəm. Mən yeni tamaşaya baxmaq istəyirəm. Mədəni yurdumuz. Qlobal bir çağırışların qarşısında bu çox mürəkkəb bir məsələdir. Çünki baxın, dünyada bizə nə dərəcədə baskı var. Bütün sahələr üzrə. Yəni bu dəhşətli bir savaşdır. Və Azərbaycan mədəniyyəti həmin bu savaşın fonunda nə dərəcədə güclü olmalıdır, nə dərəcədə özü hazırlıqlı olmalıdır ki, onlara heç olmasa kiçik bir miqyasda cavab verə bilsin. Çünki mədəniyyəti parça-parça edir. Qlobal çağırışda bizim, yəni Avropadan gələn
üstümüzə Amerikadan gələn mədəni bir dalğa deyək, Avropadan gələn mədəni dalğa deyək, hətta indi Koreyadan və Yaponiyadan gələn mədəni dalğa belə deyək, o tərəfdən də geridə qalmış bir ölkələr var ki, onların təsirləri var və bütün bu təsirlərin içində Azərbaycan mədəniyyəti öz üzünü necə saxlamalı, nə etmək lazım? Mən çox gözəl məsələyə toxundum. Bu gün savaş gedir. Və biz əgər məğlub olsaq, Azərbaycan özünün ifadəsi bitəcəkdir. Nədir bu savaş? Üzü görünməyən bir düşmən ekspansiv şərtlərlə Azərbaycan zehniyyatına, onun milli yaddaşına təcavüz edib. Bir var edir, edəcək, bir də var artıq edib. Nədir bunun şəkillənməsi? Əlində telefon, milli yaddaşı olmayan gənclik. Ancaq o və o qaynaqlardan bəhrələnən və onun təklif etdiyi informativ reallıqda yaşamağa artıq öyrəşmiş bir gənc. İndi onu biz necə özümüzə qaytarmalıyıq? Məsələ budur. Ola bilər ki, bəlkə bir nəsli biz itirmişik. 2-3 nəsil itirmiş. 30 ildə biz itirmişik. Mən sizə bir konkret öz işimlə bağlı, arka ilə bağlı. Mən gələndə gördüm ki, yəni bir monitoring keçirtdim və real gözümlə gördüm ki, Azərbaycan gənclərinin hamısı Avropadan festival dəyərləri ilə qaynaqlanan filmlər çəkir. Atalar oğullar məsəli, atalar oğullar konflikti, üstəməm siz arif adamsınız, bilirsiniz. İslam gələndən sonra bu şərqdə bitmişdi. Çünki ata Allahın təcəllasıdır. Ataya qarşı çıxmaq Allaha qarşı çıxmaqdır və bunu çox doğru şəkildə İslam həll etmişdi. Atalar oğullar konflikti Avropanın konfliktidir. Fransız inqilabından sonra əxlaqsız bir cəmiyyətdə, dinsiz bir cəmiyyətdə atalar oğullar həmişə, atalar oğullar Fironundan bu yana mövcuddur. Çünki yeni biolojidir. Canavar, qurtun böyüyən oğlu artıq dəstənin rəhbərinə çevrilir və ata təbii ki qısqanır, onların arasında savaş olur. Bu biolojidir. Bunu ancaq əxlaqla idarə etmək olar. Nə başı vuracaqda mən başa düşdüm ki, bu insanları artıq itirilmiş nəsli Azərbaycana və Azərbaycanın ideologiyasına cəlb etmək üçün sadəcə o Avropanın verdiyi maliyyəni mən verməliyəm. Və biz post-production layihəsini 2 il artıq keçiririk dalbadal, bilirsiniz, təmin etdik, yaratdıq. Bütün o yarımçıq filmləri cəlb etdik və onlara təbii ki, ideoloji zəmində sadəcə örnəklə, təbii ki, baskı ilə deyil, senzura kimi deyil, örnəklə anlatmağa çalışdıq ki, Azərbaycan insanının hekayəsini universal kino dilində təqdim etmək mümkündür. Siz niyə həmin o ekspansiv baskı ilə Avropa modelini və Avropanın görmək istədiyi Azərbaycanlını təqdim edirsiniz? Atasından, anasından kənar, atası ilə savaşan, ailə dəyərlərinin olmadığı, o ailə dəyərlərinin olmadığı, bir çox insani dəyərlərində olmadığı, sosial kriz yaşayan mütləq bir əxlaqsız bir yaxını olan, belə deyil yaxı biz. 44 günlük savaşı kim utdu? Kim qələbə qazandı? Cavan, gənc, zehniyyatı, milli yaddaşı olan gənclik. Yəni milli olmasaydı o mümkün deyil. Əlbəttə ki, əlbəttə. Bax, vətəndaş öz milli mədəniyyətinə, milli yaddaşına sahib deyilsə, o vətəndaş deyil, Azərbaycanlı deyil və onun bizə sabah xidmət edəcəyi sual altındadır. Mədəniyyət açıq savaşdır. Biz əgər öz seriallarımızı, mən sırf kino ilə bağlı edirəm, bizə aid olan ədəbiyyatımızı, kinomuzu, teatrımızı yaratmasaq, o 20 ilə 30 ilə təsəvvür edirsiniz nə ola bilər Azərbaycanda. Mədəniyyət artıq ön cəbhədir. Ön cəbhə və burada yeni sistemin təklif olunması və bu sistemin ancaq bazar üzərindən deyil, ancaq satış üzərindən deyil, daha çox əxlaqi, mənəvi dəyərlər üzərində formalaşması tələbdir. Bax, bu xalqın ziyalılarının tələbidir. Xalqın dərdini çəkən o zümrənin sizin tələbinizdir ki, bugün mədəniyyət elə təşkilatlanmalıdır ki, onun bazarı bir mənalı olaraq insan ruhuna, insanın mənəviyyatına, Azərbaycanlı insanın mənəviyyatına, ruhuna siyarət etsin. Onu Azərbaycanlı olaraq formalaşdırsın. Yəni bu mütləq lazımdır. Yəni biz bunu bilirik ki, bu Azərbaycan xalqına mütləq lazımdır. Yəni bu olmasa biz öz milli kimliyimizi, düşüncəmizi verəcəyik kimisə kirayəsinə, sonra da o məhv olub gedəcək. Yəni bu belədir. Biz çünki baxın, biz çox böyük də millət deyil. Yəni 10 milyonluq bir xalq burada, Azərbaycan xalqı var. Bəli, cənubda da var, onu biz bilirik, amma orada vəziyyət tam fərqli bir indi hal-hazırda mədəni durum tam fərqlidir. Yəni biz çox qabağa getmişik əslində onlarla müqayisədə. Çünki bizdə artıq bir sistem var, dövlətimiz var, ənənəmiz var. Orada isə biraz hər şey çox pərakəndədir. Amma bu 10 milyonluq insanın 100 milyonlarla bir başqa xalqların qabağında duruş gətirməsi çətin məsələ. Hətta məsələn öz
dost qardaş Türkiyəyə belə baxanda görürük ki, oranın artıq təsirləri Azərbaycanda duyulmaqdadır. Bir mənalı yenə çox gözəl bir məsələyə toxundunuz. Mən sizə bu haqqda danışım və bu haqqda bizim yeganə siyasi kitabımız var. Mən sadəcə adını çəkmək istəyirəm. Ümumiyyətlə Azərbaycanda ideoloji zəmində Elmlər Akademiyası alimlər mənə elə gəlir ki, artıq zamanı çatıb ki, kitablar yazmalıdır. Araşdırmalar olmalı. Azərbaycançılıq nədir? Bu anlayışı açmaq lazımdır. Azərbaycançılıq fəlsəfəsini, siyasi fəlsəfəsini, ədəbi fəlsəfəsini yaratmaq lazımdır. Bizim əslində sizin söylədiyiniz Cənubi Azərbaycanla bağlı çox böyük bir üstünlüyümüz var. İstənilən mədəni, bu gün Azərbaycanda sosial sifariş, tutaq ki, mədəni sahədə reformalardır da. İstənilən sahədə, incəsənət növündə elə bir ki, bir xəzinəmiz Cənubi Azərbaycandadır. Dil baxımından hər hansı bir yeni söz düşünmək lazım deyil. Hamısı Cənubi Azərbaycanda qorunub. Bilirsiniz, külçə şəklində qorunub. Sistemləşməyib. Orada ədəbiyyat nəzəriyyəsi yazılmayıb ki, o dil bizim danışdığımız külçə dildir. Ərəb-fars sözlərin bəzilərini çıxartsan, təmiz Azərbaycanlı zehniyyatından doğan və artıq əsrlərlə danışılan bir dildir. Bu lingvistik, təfəkkür tərzi, dövlətçiliyə yanaşma, ümumiyyətlə döyüşçü, Ərdəbil döyüşçü məktəbi mövcuddur. Azərbaycan ruhaniyyatını müəyyən edən müəyyən energetik nöqtələr var. Bunun biri Ərdəbildir, biri Göyçədir, biri Şamaxıdır. Bax, bu mühitdə insanların yetişməsi üçün heç nə lazım deyil. Doğru düzgün təhsil, doğru düzgün mədəni dəyərlərin göstərilməsi, Ərdəbildə də, Şamaxıda da yeni Nəsimilərin, yeni Şah İsmayılların yaranmasına nədən olacaq. Çünki genetika buradadır. Başa düşün, mədəniyyət də onun üzərində formalaşıb Azərbaycanda. İndi bu təsəvvür, məsələn, Xorasan məktəbi deyirlər, Şirvan məktəbi deyirlər. Kimi yetişməyib ki? Riyaziyyat deyirsiniz, yetişib. Filosof deyirsiniz, Bəhmən Yara qədər yetişib. Sədiyyə Bakuvu boyda, mən fəlsəfəni 2 il, yəni peşəkar təlimin keçmiş adamam da, yəni Merab Mamardaşviliyə qədər. Amma mən Sədiyyə Bakuvuya qədər elə bilirdim ki, çox şey bilirəm. Sədiyyə Bakuvun bir kitabı mən 20 ildə anlaya bilmirəm. Yəni insan o qədər dərin və o qədər zehniyyatı, fərqli bir zehniyyat sahibidir ki, yəni onu anlam. Bunu qardaş kütləvi şəkildə 1-ci sinifdən demirəm, uşaqlar elə yazıqlı bir 7-ci, 8-ci sinifdən mütləq hər bir Azərbaycanlı bu fəlsəfəni bilməlidir. Ən azından tanıtdırılmalı ki, gələcəkdə o barədə düşünən insan getsin, tapsın, başlasın araşdırmağa və əlinə götürsün o dəyərləri əslində. Yəhya Bakov əslində bizim üçün bir dəyərdir. Amma onun bir qapalı qalmış bir dəyərdir. Bax, deyirlər, danışırlar da çox adam. Turan ideoloqu kim olacaq? Məsələn, tutaq ki də Səfəvilik dönəmi və bir səhv idi də, 2 qardaşın savaşı idi. Bizi ayıran dəyərlər var Turanda. Məsələn, Qırğızlar üçün Dədə Qorqud anlaşılan deyil. Çünki bu Oğuz dastanı. Bizi birləşdirən bir dəyər var, o da Azərbaycanda Sədiyyə Bakovidir. Teymurun gəlib Şirvana dəyməməyinin səbəbi Sədiyyə Bakovidir. Bir danışıqla izah eləyib ona ki, hara gəlmirsən, çıx get, o da gedib. Hətta Dərbəndi qaytarıb Şirvana. O dərəcədə zehniyyatdır. 17 Osman İmperatoru Dərviş, Xəlvətiyyə Dərviş təriqətinin üzvü olub da, yəni müridi olub. Bunlar hamısı bizim mədəniyyətimizin çox dərinlikləridir. Və onun üzərində qurulan yeni bir mədəniyyət. Bax, bir ailə haqqında səhər mən senari düşünürəm, sifariş verim, indi o senarisi axtarıram. Sadəcə kiçik bir cümlə ilə deyəcəm sizə. Şeyx Kürdəmiri Əl-Şirvani. Bu neyini? Bu Şeyx Şamilin mürşididir. Fətvanı Rusiyaya qarşı vuruşmaq fətvasını verən alim, din adamı həmən bu kişidir. Azərbaycanlı Kürdəmiri. Bunun oğlu kimdir? Osmanlı İmperatorluğunun baş naziri Sədr Əzəmi. Bir ailənin bastırılıb da səhabələr arasında Məkkədə. Bir ailənin timsalında coğrafiya fikir verin. Böyük Dağıstan hərəkatını yaratmış zehniyyat, Rusiyaya qarşı 30 il vuruşmaq fitvasını vermiş bir alim. Oğlu Osmanlı İmperatorluğunun, Osmanlı dünyanın yarısını, dünyanın neçə hissəsini idarə edən bir dövlətin baş naziri olmuş oğlu. Bu Azərbaycan mədəniyyətidir. Amma biz onu mədəniyyətə qazandırmalıyıq. Biz kinoyu niyə gətirmirik? Gətirməliyik. Biz indi bax, onu da söyleyeyim ki, bax Nadir Şahdan, Atropatdan artıq Atabəyləri bilirsiniz çəkdi. İndi orada kinematografik dəyərlər ikincidir. Çünki bugün biz ancaq kəmiyyətlə məşğul olmalıyıq. İlk dəfədir ki, Azərbaycan Atabəyləri anlayışı ümumiyyətlə dünya kinematografına zəifdir, güclüdür, ikinci məsələdir. Amma gətirildi. Qacarın, Nadir Şahın, Səfəvilərin,
Şirvanşahların, bunlar bizim tarixdir. Bunların mütləq kino salnamələri olmalıdır. O cümlədən teatra. Teatra məsələ bu bilirsinizmi nə qədər yeni ştrixlər falanlar. Bunlar teatra gəlməlidir. Və bu barədə Mədəniyyət Nazirliyi bu konsepsiyanı yəqin hazırlayanda bütün bunlar hamısı nəzərə alınacaq. Təbii. Çünki onda da sonradan onun təcəssümü harda tapılır? Musiqidə, yəni bütün bu danışdıqlarımızın təcəssümü sonradan musiqidə, rəngkarlıqda tapılır. Bəli. Digər incəsənətin başqa sahələrində, heykəltaraşlıqdan tutmuş, bəlkə də bu konseptin içində bunların saydıqlarımızın hamısı olmalıdır. Rüstəm, mən sizə bir şey deməyim. Bu mədəniyyət konsepsiyası bağrabadaş bir şeydir. Yəni bunu fərdi olaraq sırf mədəniyyət deyə bir konsept kimi işləmək mümkün deyil. Məsələn, tutaq ki, mən hansı festivala gedim, Laka istəyirsən, bax, Venetsiyada, Berlində, Kanda. Birinci mənə verilən sual bilirsinizmi nədir? Biz şirkət olaraq, prodüser şirkəti olaraq Azərbaycanda çəkiliş etsək, o vergilər sizdə qanun varmı geri qaytarılması? Bilirsiniz də, mən ingilis sözlərini istəmirəm, işlədim. Pulun geri qaytarılması deyirəm o prosesə, məşhur prosesdir. Deməli, məsələ nədədir bilirsinizmi? Qanunvericilik birinci növbədə dəyişməlidir. Mədəniyyətin işlə olması Sən müsahibələriniznə bunu deyirsiniz. Birinci növbədə qanunvericilik. Məsələn, biz 2 il mübarizə apardıq, 38-ci maddə vardı Nazirlər Kabinetinin qaydalarında. Absurd bir maddə idi. 1997-ci ildə qəbul olunub. 3 dəfə ondan sonra manat sıfırlanıb. Müəllifə sən pul verməlisən 1000 manat nə qədər. Kim onu işləyər? Heç. Və onu işləyə bilməmək, onu müəllifi razı salmaq üçün hər bir kino direktoru, kino prodüseri mütləq qanunu pozurdu. Niyə görə zəmin yaradırsınız ki, qanun pozulsun? Biz bu qanunu, bu qaydanı dəyişdirdik. İndi hər şey yerinə oturdu belə. Oturub. Məsələn, bu bir detalı mən dedim. Vergilərdən azad olunma. Azərbaycana gələn necə sən təbliğ eləyə bilərsən Azərbaycanı? Burada tutaq ki, pavilyonlar var da. Türklərin plato dediyi, məsələn, təbiət pavilyonu. Məsələn, Şamaxıda bir dağı çəkmək istəyir Hollywood. Bu gəlib burada çəkir qaydanda, bilirsinizmi, Barselona 75% vergi qaytarır geri. Sən 1 milyon pul qoymuşsun, 750 mini ölkə sənə qaytarır. Ancaq gəl deyir bizdə çək. Çünki bu olmasa gələcəkdə turizmin inkişafı və kinonun inkişafı. Həm turizm, həm kino, həm siyasətdir. Bəli. Məsələn, biz düşünürdük bir festival eləyək, siz bilirsiniz də, siz Bədii Şuranın üzvü kimi. Qarabağda keçirək o festivalı, Turan festivalı. Nə istəyirdik? Qarabağa biz haqqımız olaraq geri qaytarmışıq. Qanla qaytarmışıq. Bir nəfər gəlib Qarabağdan niyə film çəkmir? Niyə bizim həqiqəti qəbul etmir? Və biz belə bir şey təklif etdik, belə bir üsul. Turan festivalı keçiririk, ora dəvət edirik dünyanın hər yerindən rejissorları, texniki dəstək veririk, maliyyəsini veririk və onlar Qarabağda gözləri ilə gördüklərini çəksinlər. Şuşada kilsə tikirik. Bundan tolerant yanaşma var, bərpa edirik. Və digər yanaşmalarımızı. Qoy Qarabağ bizim əlimizdə nə qalacaq o festivaldan? 20-yə yaxın, 30-a yaxın film və sonra onu çıxaracaq Avropa kino bazarına, çıxaracaq dünyaya, televiziyalara satacaq və həqiqətimizi anladacaq da. Yəni demək istəyirəm ki, sizin sözünüzə qüvvət və sual kimi söylədiyiniz mövzu hər şey, bütün nazirliklər birlikdə mədəniyyət konsepsiyasına xidmət etməlidir. Məsələn, burada asan xidmət də qoşula bilər, Daxili İşlər Nazirliyi, çünki icazəni o verir. Tutaq ki, mən məşhur Bakılıların sözü var, Gömrünat bağı. Qubernator bağında, Filarmoniyanın bağında bir çəkiliş etmək istəyirəm. Bunun icazəsini kim verir? Daxili İşlər Nazirliyi. Daxili İşlər Nazirliyi mədəniyyətlə bir işləmir, bağrabadaş olmalıdır konsept yazılanda. O ki qaldı o mədəni alanın təkmilləşməsi, mədəni alanın milli yaddaşa oturulması, buna zaman lazımdır təbii ki. Deyirəm, süfrə mədəniyyəti, davranış mədəniyyəti, dialoq mədəniyyəti, bunlar yoxdur. Bunlar yoxdur. Bax, indi biz televiziyalarda görürsünüz insanlar var. Onlar hardandır? Mən elə insan görməmişəm həyatımda. Həqiqətən görməmişəm. Görməyim neçə yaşım var. Və həmişə mega idarələrdə işləmişəm. Televiziyalarda, kino studiyada 3000-5000 işçinin içində. O əxlaqda siz insan görmüşdünüz. Bunlar hardan yarandı? O televiziyalara çıxıb o mübahisə edən insanlar var. Bunu kim yaratdı? Bəlkə elə media yaratdı. Var idi 3-4. Müasir dövr yaratdı, belə deyək. Bəlkə deyirəm. Müasir dövr yaratdı ki, amma milli əxlaq, milli mədəniyyət olsa ora çıxmaz. Bütün dövrlərdə pis də var, yaxşı da var, orta da var. İşini hara salmaqdan asılıdır. Bəli. Sən onu salıb onu təbliğ edirsənsə, o inkişaf edəcək. Amma mənim söylədiyim milli mədəni dəyərlər, tutaq ki, niyə görə bir tütək düzəldən bir usta
çıxmır ki gündəmə. Mən xatırlayıram bir film çəkirdim, bu sözü qoyuram o sözün üstünə. Azərbaycanın insanı kimdir? Məsələn, paradoksal suallar çıxırdı. Biz həm Babək adını qəhrəmanımıza veririk, həm də müsəlmanıq. Babək müsəlmana qarşı vurur. Yəni etik dilemmaların çoxunu həll etməmişik. Bir kişi idi lirikdə. Bu adam bütün günü bir daş var. O daşın altını torpağın təmizləyir. Mən buna gözümlə gördüyüm şeydir. Mən buna sual verdim ki, sən niyə belə edirsən? Dedim, mən dünyanı xilas edirəm. Biz hamımız beləyik. Necə dedim dayı? Dedim, mənim babam, atam, əgər biz bu qumu təmizləməsə, bu qum, bu daşı üstünə çıxsa dünya dağılacaq. Buna inanır adam. Dəli zad deyil, işləyir güc kimi. Amma bu dünyanı xilas etməyin düşünən bir Azərbaycanlı var. Həqiqətən çox maraqlı yanaşmadır. Siz təsəvvür edirsiniz. Zehniyyatın sahibi Azərbaycandır. Ancaq Azərbaycanda. Bir dəfə Şamaxıda oturmuşdum, bir kişi gəldi. Dedim ki, ayımı bu deyirsiniz ki, mən özüm köküm Şamaxlıdır, amma bu belə özümü o cür təqdim etmədim. Deyirsiniz dünyanın mərkəzi filan kəsi, Xaqani, Sabir. Bu sizin içməli suyunuz yoxdur ki. Nədirsə yaxşıdır. Yəni poetik təfəkkür və mədəniyyət hadisəsi idi o cavab. Dedi, abala bulaqlar bizdən küstü. Bulağın küsməsini mən 10 dəfə o sualı verdim ki, bulaq küsmür ayımı. Bulaq quruyur, dala qayıdır. Yox, bulaq küstü. Sən anlamazsan deyir. Mən bilirəm o küstü. Belə insana su mu verər o? Elə inandır deyə mən. Yəni bu mədəniyyət hadisəsidir. Mən demirəm onu konseptə salaq. Amma bu insan mədəniyyət hadisəsidir. Bu inancla. Bunu necəsə kateqoriyalara salmaq lazımdır. Amma sənaye inqilabının sifarişi var. Konkret artıq qayıdaq, yəni biraz konseptual danışaq, poetik deyil. Bir, sənaye inqilabının sifarişi var. Bizi texnoqula çevirsin. Yaddaşı olmayan, istər fransız olsun, istər alman, istər Azərbaycanlı, yaddaşı olmayan texnoqul, robot. Buna qarşı yeganə xilas mədəniyyətini qorumaq və ona sahib. İnkişaf elətdirmək həm də. Bəli, buna ingilislər anlayıb, ona görə də artıq aralanırlar, hiss edirsinizsə. Almanlar və İtalyanlar artıq milli inqilablar edir, görürsünüz. Qayıdırlar özlərinə və biz də bunu anlamalıyıq ki, bizim söykəndiyimiz iki belə güclü amil var. Bir, ordumuz, iki, mədəniyyətimiz. Və hər iki alanda savaş gedir. Çox gözəl izah edirsiniz. Mədəni yurdumuz. Mən istəyirdim ki, indi müasir dövrdə qayıdaq, bir balaca da mədəniyyətin digər sahələrini hardakı özünü göstərir, musiqidə. O məsələlərə bir balaca gəlmək lazımdır. Digər sahələrində, incəsənətin digər sahələrində biz bilirik ki, bunların çoxu Sovet dövründə formalaşdı və o ənənələr bu gün də davam edir. Yəni bu bizdə simfonik orkestr məsələn nə zaman formalaşdı? Sovet dövründə formalaşdı. Balet nə zaman formalaşdı? Sovet dövründə formalaşdı. Bunları düşünmək lazımdır ki, bunlar qala da bilər, eyni cür inkişaf edə bilər, amma müəyyən milli çalarlar da ora gətirilə bilər. Amma Azərbaycan insanı bugün formalaşan və 50 il sonra bu torpaqlarda yaşayan Azərbaycan insanı nə dərəcədə həmin mədəniyyəti qəbul eləyəcək, öz həyatının bir hissəsinə çevirəcək? Bu barədə düşüncələriniz? Çox həqiqətən bütün suallar maraqlıdır, amma bu daha maraqlı. Niyə görə də? Bax bu üçtirəlik yaranıb. Çox doğru sualdır. Bugün Azərbaycanda formalaşmış və tutaq ki, daha çox mən bu sözdən qorxmuram da. Daha çox milli yaddaşı zəifləmiş və o texno sifarişlə formalaşmış gəncliyin və ümumiyyətlə orta yaşlı nəslin zehniyyatında simfonik musiqiyə sifariş məncə yoxdur. Məncə də yoxdur. Bu bir. İki, o simfonik orkestri idarə edən, orada təmsil olunan çox böyük musiqiçilər və mən baş əyirəm onların fədakarlığı qarşısında, onların auditoriyası yoxdur. Azdır, çox azdır. Azdır, ola bilsin sizin söylədiyiniz Sovetdən qalma bir şeydir. Üçüncü, simfonik musiqi Üzeyir bəyin və digər Müslüm Ağamayevin, o böyük bir nəslimiz vardı ya. Xəyyam Mirzəzadə, mən məsələn Allah belə bəxtim gətirib ki, onların hamısı ilə təkbətək, onlar böyük insanlar idi. Çox. Üzeyir bəydən başqa məsələn Xəyyamla mən dostluq da eləmişəm. Çox böyük insanlar. Rafiq Babayev adam dünya maştablı adam idi da, tək musiqisi ilə deyil. Rəşid Beybutov yeni şəkillənməsini Rafiq Babayev yaratmışdı. Yəni bu adam çox böyük bir belə zehniyyət. Mənə bir film işləmişdi, bu sözü qoyuram, Min bir gecənin multfilm, İran sifarişi idi. Adam dramaturgiyanı belə bilirdi.
Mən gedib 10 il Moskvada bu aldığım təhsili bu mənə deyirdim, sən bunu ardırsan musiqidəki cazıb elədi. Bunu da o qədər vergili bir adam idi bu cür insanlar var. Konseptual olaraq suala cavab. Bir, insanlar fərdlər olur ki, mədəniyyət onların arxasınca inkişaf edir. Bəli, çox düzdür. Mədəniyyətlər olur ki, onlar fərd yetişdirir. Bugün heç biri yoxdur. Hər ikisi yoxdur. Yeni sistem, yeni konseptual yanaşma, tutaq ki, yeni simfonik orkestr sifarişi dövlət verdi ki, bir dənə məsələ tutaq ki, Şah İsmayıl'la bağlı bir opera yaz. Bunu icra edəcək, bunu səhnəyə qoyacaq, işıqları, o milli musiqidən istifadə, bunu ifa edəcək orkestrın instrumentlərinin olub, alətlərinin olub-olmaması məsələsi hələ gündəmdədir. Mən bir Alman dəvət etmişdim Milli Operada bir şey qoysun. O gəldi və monitoring etdi. Təəccüblənəcəksiniz. Bizim alətlərin köhnə olmasını mənə misal gətirdi ki, bunlarla ifa etmək mümkün deyil. Mən çox sevirdim Wagneri. İndi də sevirəm. Və mən o sualı qoymuşam ki, niyə Wagner Azərbaycanda qoyulmur? Qoyulmur. Niyə görə qoyulmur? Elə alətlər var ki, o alətlərin ifaçısı da yoxdur. Dəvət eləmək olar, təbii. Amma bu Azərbaycan boyda və dünyanı artıq özü haqqında danışmağa vadar etmiş, hərbi potensialı artıq 44 günlük savaşla dünyaya sübut etmiş bir ölkənin bir fleytisti olmalıdır da. Bu sifarişdir. Və təsəvvür edirsiniz, bütün bunlar, indi sizin konkret sualınıza cavab, o da mövzu gelişdi ki, hara danışırsan gedir, dalı gedir. Konkret olaraq söyleyeyim ki, həm simfonik musiqinin, həm tutaq ki, polifonik, hətta xalq musiqisinin belə bugün o sənaye, tutaq ki, sifarişi ilə gündəmdə qalması sual doğurur. Düşünmək lazımdır. Bu arada düşünmək lazımdır. Ancaq mənə elə gəlir ki, dövlət dotasiyası ilə onlar qala bilər. Nəyə görə? Bugün sənaye inqilabının istədiyi, bizdən dünyanın istədiyi o texno yeniliklərin, o nə adı altında bizə təqdim olunan yeniliklərin sifarişi, Azərbaycanın heç də simfonik orkestri deyil. Kinematografın inkişafı deyil, dilimizin inkişafı deyil. Bu ancaq bizim milli dəyərimiz olaraq və dövlət tərəfindən qorunaraq saxlanılan və bizi yaşadan və bizi insan edən, bizi vətəndaş edən bir xəzinədir. Xəzinə. Biz simfonik orkestri tamamilə təkmilləşdirməliyik. Tamamilə yeni təqdimatda həm musiqisi ilə, həm ifaçıları ilə təqdim etməliyik. Teatrımızı, milli teatrımızı yenidən şəkilləndirməliyik. Əgər bu lazımdırsa, uşaqlar gedib Avropada oxusun və yaxud Şərqdə oxusun, buna da edilməlidir. Yox, bu gərəkdir ki, burada hər hansı bir vergilərdən falan azad olunsun, maliyyə axını olsun sahəyə və sosial sifariş olsun ki, bax bu teatr gəlir. Məsələn, sirklə bağlı söyləyim sizə də. Azərbaycanda bir sirk var da, sirk mədəniyyəti də var. O da Avropadan gəlmədi. Necə bu tənzimlənirdi? Mən sadəcə bu haqda düşünmüşəm deyə sizə deyim. Məsələn, bütün SSR-də 10-15 heyət var idi. Bunları qastrollar vasitəsilə saxlayırdılar. Məsələn, Azərbaycan sirki gedirdi Krasnoyarska, Rus sirki gəlirdi bura. SSR ki dağıldı, əlaqələr dağıldı və Azərbaycan öz truppasını saxlaya bilmədi. Biz bu sirk binası da var, buna yanaşma da var. Biz nədən zorxana mədəniyyəti olub Azərbaycanda? Biz öz milli mədəniyyətimizə mənsub olan bu zorxana mədəniyyətini gətirməyək ki. Və sintez edək. Bəli. Sintez də etmək mümkündür. Hə, təbii. Və bunu edəcək heç də lazım deyil. Sadəcə bir fədakar lazımdır. Necə ki, Vaqif İbrahimoğlu, Allah rəhmət eləsin, 30 ilə yaxın eksperiment etdi Yuda. Mənim tamaşalarım, mən ancaq orada razılaşırdım. Çünki akademik istəyirdim ki, mənim əsərim oynanıla bilməz burada. Amma akademik tərzə çevrilmədi. 30 il eksperiment olaraq, Allah rəhmət eləsin, öldü, getdi. İndi onun teatrı qalıb, orada müəyyən eksperimentlər gedir gənə. Amma eksperiment olaraq qaldı. Amma halbuki o milli dəyər idi. Yox, bizim milli dəyərdir. Onun üzərində teatr olmalı idi mütləq. Akademik teatr. Bax, indi bizdə işləyən mənə görə ən yaxşı teatr Bəxtiyar Xanızadənin pantomima teatrıdır. Nədən? Söz yoxdur. Deməli, biz sintetik teatra daha yaxınıq, xalq olaraq. Kukla teatrına daha yaxınıq. Bunları inkişaf elətdirmək lazımdır. Amma söz də çox vacibdir. Çünki söz insanı insan edən sözdür. Təbii. Amma görünür teatrda bizdə hələ ona gəlib çıxa bilməmişik. Məsələn, kinoda nədir? Bax, biz bütün sistemi yaratdıq da, bu 2 il ərzində olmayan bir şeyi yaratdıq. Nəyə yaratdıq? Özümüz operatoruq, biz artıq dövlət olaraq film çəkmirik.
Biz bütün prodüser şirkətlərini maliyyələşdiririk. Gəl, filmini çək, müsabiqədən keç. Müsabiqədə özlərindən seçilmiş bədii şuradır, ekspert şurasıdır. Ortada böyük filmləri udmuş, böyük, yəni uzun metraj filmləri, məsələn Ultra Production, Laçında o film Bakı yox. Bakı Media işləyir sona qədər və mən onlara minnətdaram ki, filmləri bitirirlər və mən rahatam. Elə şirkətlər var, qalib gəlirlər, amma filmi işləyə bilmirlər, uzanır məsələ. Mən başa düşdüm ki, o prodüser şirkətlərinin birdən-birə sənayeləşməsi problemdir. Çünki onlar artıq özlərinin maliyyə qaynaqları olmalıdır. Özlərinin yanaşması olmalıdır. Əslində onların sistemi olmalıdır. O sistem yoxdur. Yoxdur. Kino konseptləri yoxdur. Sən nə istəyirsən? Kommersiya filmləri üzərində puxtalaşmısan, ixtisaslaşmısan. Art filmlər üzrə ixtisaslaşmısan. Ya dövlət sifarişi ilə sənin texnikan, yanaşman, heyətin varmı? Yoxdur. Yenidən senarist yetişdirmək məsələ. Semih Kaplanoğlu'nu dəvət etdik, xatırlayırsınız. Semih Kaplanoğlu kurslar keçdi və mənə dedi ki, axırda abi burax bu işin başını, yorularsan. Mən həmişə günahı ona görə bizdə görürəm. Bax, sizdə, məndə üstəməm. Niyə görə? 3 məsələyə görə. Bir, biz yağlıyıq. Bilən bilməyənə borcludur. Biz hər yerdə nəyisə izah etməliydik. Görünür etməmişik. Bizim etik dilemmamız, bizə olan sifariş o idi ki, ya gedib Qarabağda vuruşacaqsan, mən gedib vuruşmuşam, əlimdə avtomat 1-ci Qarabağda. Çünki mənə sifariş o idi. Ya asket olaraq sənət yaradacaqsan, mən əslində elə adamam, kütlə sevmirəm, çox insan içində sıxılıram. Amma bu yandan da keçmək olmadı və biz bu ənənəni buraxdıq, bilirsiniz, biz bu ənənə bizdən keçəcək, biz, sizlə mən, biz Axundovu da bilirik. Nizamini də bilirik. Ərəb-Fars kültüründə türk mənliyinin qorunması dövrünü bilirik. Biz bütün şərqi bilirik. Biz bütün SSR-ni bilirik. SSR, Pir-Baltik ədəbiyyatı, Gürcü ədəbiyyatı, digər hamısını bilirik də. Bizim keçdiyimiz təhsildə və biz öyrənmişdik o. Bizdən sonrakılar heç nə bilmir. Bilirsinizmi niyə? Biz onları ötürmədik. Biz məcbur olduq dövləti quraq. Biz məcbur olduq dövlətin digər daha vacib sahələri. Necə düşünürsünüz, amma gec deyil. Məncə gec deyil. Yox, yenə də şansımız var buna əlində. Yox, ona görə deyirəm, milli yaddaş. Savaş, mədəniyyətin konsepti 3 amildir. 3 ayaq üstə durur. Milli yaddaş, dil məsələsi ən mühüm məsələdir. Dil, bu zehniyyat bu dil üzərində formalaşır. Üçüncüsü də konseptual yanaşma və müasir dünyaya universal kino dilində, teatr dilində danışmağı bacarmaq. Mədəniyyət, bax, dünya səviyyəsinə Azərbaycan mədəniyyətini çıxara bilməmişik. Halbuki dünyanı idarə etməyə qadir bir mədəniyyət sahibiyik. Hər sahədə ənənə daha güclüdür, fikir verirsinizmi? Xalçaçılığı götür, rəngkarlığı götür, miniatürü götür, lap elə teatrı götür. Şəbək əxlaqıdır da. Harda yox idi şəbək? Yadınıza gəlirdi, ələm gətirirdilər, kəplərdə. Bunun üzərində teatr niyə qurula bilməzdi ki? Tragediyadır da elə. Əsl elə Yunan teatrı nəyin üzərindədir? Forma var da ona məzmun yükləmək lazımdır. Siz elə düşünürsünüz? Tamaşaçı var. Həm də tamaşaçı var. Tamaşaçı var. Əsas tamaşaçı o. Çünki bu adam o kədər üzərində formalaşmış bir tamaşaçı var. Azərbaycanını ağlatmaq çox asandır. Azərbaycanı güldürmək, bugün güldürürlər. Və Azərbaycanını təəssüf... Nə zaman düşündürəcəyik? Hə, ona gətirirsən. Çox doğrudur. Amma Azərbaycanını nəyə güldürürsən ki sən? Haradan da bu sifariş gəlir? Nəyə görə? Ümumiyyətlə, komediya bilirsiniz də, mənə görə də, ümumiyyətlə, sənətə görə də komediya daha aşağı bir sənət nümunəsidir. Çünki Aristofandan bu yana sadəcə sosial sifarişlə filan kəsi vur deyə elə bir reket şey kimi yaranmır. Amma tragediya, yəni faciə ruhani bir şeydir. Xatırlayırsınız, keçilər kəsilərdi qədim Yunanistanda. Ondan sonra düşündülər ki, keçi kəsməyə bir qəhrəman seçək faciədə. Bu sonunda ideya uğrunda ölsün. Qurban getsin. Qurban anlayışının mədəniyyətdə tərənnümüdür, tragediya. Bax, qurban məsələsi bizdə var da. Ya bu, necə böyük faciələr işləyə bilərik teatrda, kinoda? Yəqin ki, bütün bunların hamısı danışdıqlarımız və sizin də bugün söylədikləriniz Azərbaycan yeni mədəni konsepsiyası yazıldığı zaman, hazırlandığı zaman bunun içinə oturdulmalı, yəqin ki, oturdulacaq. Burada iki məsələ var. Necə görürsünüz gələcəyimizi? Bax, burada iki mühüm məsələ. Azərbaycan zehniyyatının, bugünkü Azərbaycan zehniyyatının mövcud reallığını da gəlin araşdıraq. Nədən qaynaqlanır? Bir, mənə görə, səhv eləyə bilərəm,
Sovet dönemindən qalma, Sovet reallığında formalaşmış və Soveti sevən, fetişləşdirən, ideallaşdıran bir beyin sahibləri var. Amma onların üstün cəhəti odur ki, onlar savadlıdır. Köhnədir, çox şeyi bilmirlər, yeniləşə bilmirlər, müasir dövrlə ayaqlaşmırlar, amma bir sistemləri var. Bir, heç bir sistemi olmayan, enerjisi olan və bu enerji üzərində yeni nəsə yaratmağa çalışan və köhnəni dağıdıb təzəni necə yaradacağını bilməyən bir gənclik var. Bu iki. Üçüncü, təəssüf ki, bu da o qədər də Azərbaycan tərəfindən idarə olmayan bir dini zehniyyat var. Fərqli təriqətlərdən qaynaqlanan bir dini zehniyyat var. O da bir tərəfə çəkir mədəniyyəti. Nə gözəl mədəniyyət hadisəsi varsa, onu o təriqətə uyğun formalaşdırmaq və təqdim etmək istəyir. Dördüncü, bizim kimi çox az hissə var ki, bütün mədəniyyəti bir axara, bir konseptə, sistemə salmaq istəyir. Bu konseptə, bu sistemə o üç qaynaq var ha. Çox təəssüf ki, ad verəcək, dəyər verəcək və anlayıb anlamamağını gündəmə gətirəcək. Məşhur məsələmiz vardır. Nətərsən qanmayım, dədən yansın. Mən 40 ildir artıq. 40 biraz çoxdur, 23 yaşından efirdəyəm də mən. Yəni kütləvi səhnədəyəm. 30 ilə yaxın, 30 ildən artıqdır ki, mən kütlənin tama çevrilməsi, orta statistik Azərbaycanın Azərbaycan vətəndaşı olması uğrunda mübarizə aparan adam kimi deyirəm, amma bunu artıq məmur kimi, yazıcı kimi demirəm. Yəni bir insan kimi, bu savaşda olmuş adam kimi deyirəm. Çox çətindir eyni dalğada olmayan insanla danışmaq və ona nəsə izah etmək. Bugün mən çox rahatam. Nəyə görə? Çünki eyni dalğada danışırıq. Bizim danışdığımız eyni müstəvidir. Bu çox mühüm məsələdir. Bilirsiniz, amma mən həyatımda çox az belə kütlələr gördüm, insanlar gördüm ki, sən danışdığın dalğadadır və anlayır ki, sən nə danışırsan. Mədəniyyət, yenə deyirəm, savaş alanıdır konseptual olaraq. Təklif olunan mədəniyyətin satılmasıdır, yəni bazara çıxarılmasıdır. Təklif olunan milli identifikasiyanın itib, kütləvi identifikasiya adı altında səni bir texnoqul kimi təqdim etməkdir. Sənin mübarizən nədir? Mədəniyyətinə söykənib, özün kimi qalmaq. Bəli. Xalçanı xalça kimi görmək, toxumaq, ənənəni davam etdirmək, musiqini kimi təqdim etməyi bacarmaq. Özünün gözü çox zəngin bir. Çox zəngin. O dəyərim var. Muğam məsələ, muğam bilirsinizmi nədir? Şahmat, bax nədir? Şahmat. Səni siyasətçi kimi yetişdirəcək bir məktəbdir. Nə universitet oxuyursan? Şahmat öyrənsən, siyasətçisən. Muğam nədir? Muğama birinci sinifdən qulaq alsa, bütün dünyanı dərk edirsən. Bunun kədəri var. Yaradılışı dərk edirsən. Bütün dindir deyil o. Bax, bunun təsəvvür elə, bunun kədər anı var, bunun sevinci anı. Bir saatin içində sən bütün hissləri yaşayırsan muğamda. Simfonik xəttimizi yaradıb Allah Üzeyir bəy rəhmət eləsin. Üzeyir bəy bir dövlətdir, bilirsiniz. Bəli. Mən çox Azərbaycan zəlalları sizlər. Amma Üzeyir bəy boyda mən insan təsəvvür eləmirəm. İnsan təsəvvür etsə, oradan buradan elə bir şeyləri götürüb, otları dərib, bir yemək pişirib ki, o yemək, indi bəlkə səhv misal çəkdim. Yəni elə bir təqdimat eləyib ki, Azərbaycan yeni bir təfəkkür yaradıb və kimlər konkret olaraq Üzeyir bəylə. İçinə elə bir enerji yerləşdirib ki, o enerji bugün də davam edir, gedir, bitmir. Bitməyən enerji yaradıb əslində Üzeyir bəy. Təsəvvür edin, bax, Fikrət Əmirov. Adam mesela Qara Qarayev tutaq Dadakafoniya, tutaq Şestakoviç, Qara Qarayevin yükü Fikrət Əmirovun milli təfəkkürün, o həmən Üzeyir bəyin davamı olaraq həmən o qərb orkestrovkasında təqdimatı, bu yandan Cövdət Hacıyev, Cahangir bilirsiniz nədir? Cahangirov bütün Hindistan, bütün Balaxanı, yəni o yaddaş, o zərdüştlük, onun içində bir nə boyda şərq siz demiş ki, nə boyda şərq var. Harada var elə? Amma Avropa bəstəkarı deyil bu. Bu adam Avropa məktəbidir. Amma onun o od. Məsələn, Cahangirovun bütün əsərlərində bir, mən görürəm bir od var. Və yaxud Karvan əsəri xatırlayırsınız Hacıbəyev. Bunu gör, kimlər gəldi? Xəyyam Mirzəzadəyə qədər. Bax, bugünkü tutaq ki, Eldar Mansur, Ələkbər Tağıyev. Ələkbər Tağıyev mən tutaq ki, elə bir ki, pis çıxmasın, daim konservatoriyanın prorektoru, yəni biz belə bir ailə idik ki, yəni musiqi, məsələn, daim qızı, 4-ü də professordur, yəni bir ailə. Musiqini, məsələn, bunlar deyirdi ki, məsələn, daim deyirdi ki, Ələkbər Tağıyev peşəkar təhsili yoxdur da. Qardaş, bütün dünyanı tutub Ələkbər Tağıyev.
peşəkar təhsil olmayan adam İstedad. bütün dünyanın çünkü bu boyda böyle bir xəzinəsi olan bir musiqi var idi de Üzeyir bəyin yarattığı. Onu toxunan artıq dünyaya çıxa bilirdi. Mədəni yurdumuz. İnanıram ki, Azərbaycan mədəniyyətinin gələcəyi, yəni əgər bunu düşünən insanlar varsa, mən inanıram ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Bunu düşünən mən- Azərbaycanın ziyalıları, Azərbaycanın yazıçıları, Azərbaycanın bəstəkarları var. Onlar o ənənəni davam etdirirlər və inanıram ki, yəqin ki, elə bir yeni bir mərhələ başlayacaq Azərbaycan mədəniyyətində. O mədəniyyət bizi uzun illər yaşamağa, dəyərlərə sahib çıxmağa və yeni nəslin formalaşmasında bir əsas qurucu rol oynayacaq. Mənim ümidim var, buna ümidim var. Bir dənə şey də deyim sizə konseptual olsa, tribunalar. Məsələ bugün kinematoqraf birisi də nədir? Kinematoqraf istehsal və nümayişdir. Harda nümayiş olunur? İstehsal bəllidir. Harda nümayiş olunur? Kinoteatrlarda, televiziyalarda, sosial şəbəkədə. Sosial şəbəkə bizim deyil. Onu biz idarə etmirik. Onu kim yaradıbsa o bizi idarə edir və bizi zövqümüzü belə idarə edir. Kinoteatrlar kimindir? O da sahibkarlarındır. Onlar da biznes marağındadır. Onlar pul qazanmaq istəyir. Onlar Azərbaycan, onların çiynində Azərbaycan mədəniyyətinin təbliği funksiyası yoxdur, istəmir. Adam pul qazanır. Televiziyalarda təəssüf ki, mənim də bugün də mən televiziyada çalışıram. Televiziyalarında təəssüf ki, məqsədi mədəniyyətin təbliğatından çox öz işçilərini saxlamaq üçün reklamdır, filandır və digər amillərdir. Bunların üçü, bu platformalar dövlət tərəfindən müəyyən mədəni sferi kökləndirilməsə, bizim danışdığımız sadəcə boş söhbət olacaq. Platforma olmalıdır. Mədəniyyətin təbliğatı üçün platformalar olmalıdır. Bu ilk verilişdə elə sizə də uğurlar arzulayıram. Mədəniyyət kütləvi mədəniyyətdən gedirsə söhbət təbliğ olunmaya bilər. Çünki bu xalqın taxçasıdır, özü yaşadır. O artıq bizlik deyil. O Allahın və xalqın öz işidir. Amma bizim yaratdığımız incəsənət, o mədəniyyət kontekstində yaratdığımız incəsənət mütləq nümayiş olunmalıdır. Bunun platformasını müəyyən etməlidir. Mən elə gəlir Nazirlər Kabineti mənə elə. Yəni bu biz indi bax həqiqətən də mən mədəniyyət naziri bilirsiniz ki, mən insan olaraq da məni tanıyırsınız ki, mən inanmadığım yerdə deyiləm, inanmadığım komandada deyiləm və inanmadığım insanlarla işləmirəm. Mən bugün Adil müəllimdən, yəni Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi niyə orduyam və nə istəyirəm oradan? Sizin bugün danışdığımız predmeti əyani olaraq insanlara aydınlatdıraq və insanlar bu zəmində inkişaf etsin. Yəni nə öbür mədəni mühit yaradaq. Burada mədəniyyət konsepsiyası yazılır. Burada yeni kino təqdimatı və digər sahələr yavaş-yavaş indi təbii ki birdən-birə uğur olmur. Buna zaman lazımdır. Kinonun özündə də zaman lazımdır. Çünki orada müxtəlif yanaşmalar var. Bəziləri söylür ki, birbaşa sənayeləşməlidir incəsənət. Bəziləri söylür ki, kino daxil. Xeyr, sənayeləşməlidir. Bu sənətdir. Təbii ki, biz məmur olaraq, bugün mən tutaq ki, məmur şəkillənməsində balanslı yanaşmanın tərəfdarıyam. Mən də elə düşünürəm. Birmənalı olaraq əvvəlcə mədəniyyət, kino yaranmalıdır və akademik kino kimi təqdim olunmalıdır ki, sonra bu sənayeləşsin də. Olmayan şeyi nəyi sənayeləşdirirsən? Tutaq ki, Azərbaycanda tutaq gedirəm də, məsələn, kinematoqrafın bütün konturları cızıldıqdan sonra onun bazarı yaranacaq. Məsələn, kommersiya filmlərinin bazarı bir müddət xatırlayırsınız var idi. Amma bəlli oldu ki, kommersiya filmləri Azərbaycana ziyan vurur. Niyə ziyan vurur? Çünki dil bərbad, mövzu bərbad, əxlaqi dəyərlər bərbad və onlar hara aparır, çıxarır. Mənim hətta qardaşım oğlu belə o ləhcədə bir dəfə başladı. Mən çox əsəbləşdim ki, sən Fikrət Sadığın nəvəsisən, bu nə danışırdı danışsan? Didam elə danışır. Yəni o, görürsünüzmü, böyük kütləvi sənətdir və təsiri olur. Tutaq ki, kommersiya filmləri sənayeləşə bilər. Amma dövlət sifarişi ilə çəkilən filmlər və müəllifin egosundan yaranan art filmlər, bu necə sənayeləşəcək? Tutaq ki, Fellinini sən sənayeləşdirə bilərsən. Ya Tarkovskini, kim alar Tarkovskini? Yəni onun üzərində kinematoqraf qurmayacaqsınsa. Mənim sifarişim 5 dənə tarixi filmin çəkilməsidir. Atabəylər, Səlcuqlular falan. Bunu kim alacaq? Bu Rusiyanın nəyinə lazımdır? Bunu mən dünyaya çıxarıb kimə satacağım? Azərbaycan auditoriyasında bu ancaq havayı təbliğ olunmalıdır. Bu təbliğat filmləridir. Bunun bazarını kim müəyyən edəcək? Əgər hər şey sənaye üzərində qurulacaqsa, Azərbaycan mədəniyyətinin
aşılanması, Azərbaycan mədəniyyətinin təbliği nəyin üzərində qurulacaq? Bax, bütün bu Əslində suallar... bu günə dövlətə o lazımdır. Bəli, əlbəttə, dövlətə birinci növbədə məsələ böyük qayıdışla bağlı filmlər lazımdır. Mütləq. Bizim hərbi, tutaq ki, bax, bilirsiniz də, biz daha çox 44 günlük müharibəni dronlar, yəni bizim yeni hərbi texnikamızla qazandıq. Bax, bizim uşaqların həmin o dron istehsalına marağını artırmaq üçün filmlər, təbliğat filmləri çəkilməlidir. Hərb sahəsi, böyük qayıdış mənim üçün çox mühümdür, bilirsinizmi? Sərhəddə insan olmazsa, mən xatırlayıram, Umud Rəhimoğlu ilə, anamla hələ torpaqlar işğaldan azad olunmamışdı. Bir layihə üçün girdik Ermənistan tərəfə və o, xatırlayırsınız, o bir obelisk var idi Füzulidə, ermənilərin bura gəlməsinin 100 illiyi. O kadrı mən tapa bilmədim. Umuddan xahiş etdim ki, məni burax, öz riskimə gedim onu çəkim gələm. Dedi ki, bu özü də mənlə getdi ki, atası da orada, qəbri var. Biz ora görəndə ermənilər başladı atmağa, nə baş uzardım, gizləndik, gecə qayıtmalı olduq. Mən də coğrafiyanı əvvəldən heç 3 də almamışam, bilmirəm, orientirim yoxdur. Bir səhv gəldi, amma gördük ki, bir balaca işıq yanır. Umud dedi, hə, bu Azərbaycanlı. İlk Azərbaycanlı, ilk Kənd. bax, onda mən başa düşdüm ki, sərhəd nə deməkdir? Sərhədlərdə Azərbaycanlılar yaşamalıdır. Bütün perimetr boyu, Gorustan, Basar keçərə qədər. Bütün perimetr boyu Azərbaycanlılar yaşamalıdır. Orada insan olmalıdır. Orada işıq yanmalıdır. Bəli, bu işə də bizim töhfəmiz olmalıdır. Təbii ondan da. Mədəni töhfəmiz. Mən onu deyim. Yəni böyük qayıdış çox mühüm məsələ və böyük qayıdış mövzulu filmlər bir dənə də mənə gəlmir. Mən özüm kino istehsal etmirəm, mən özüm kino yazmıram. Mən otururam və prodüser şirkətlərinə mövzular veririk. Siz də oradasınız, bilirsiniz. Biz onlardan gözləyirik siqnalları. Nədir bunların problemi? Atalar, oğullar, nədir bunların problemi? Sosial problemlər içində intihar etməyə gəlmiş bir gənc. Hardandır bu nihilizm? Hardandır bu bədminlik? Nədən? Bax, bu post-production'da görürsünüz də, siz də birini danışdınız, mən gülməyə tutdu. Çoxunu qaytarırıq. Çünki mövzular, absurd mövzular var. Mən bilmirəm, vallahi, mənə məsələ deyəndə, o da mənə maraqlı gəlir. Deyəndə ki, mən görməmişəm, mənim mühitimdə məsələ, bir baxışı ilə babamın, tutaq ki, nənəm oturardı. Bir baxışı ilə atamın, anam oturardı. Mənim də bir baxışımdan yoldaş. Mən qadına əl qaldıran, ümumiyyətlə qadına belə nəsə, mən həqiqətən görməmişəm. Mən şişirmirəm, vallahi billahi görməmişəm. Amma bugün şiddət var. Və bugün şiddəti də həm də gətirirlər sənətə. Onu deyirəm. Bunun kinoya nə dəxli var? Bunun sənətə nə dəxli var? Bu varsa da o adam şey olmalıdır da, hüquq mühafizə orqanlarının işidir də bu, yox. Sən şəxsi məsələlərdir də bu. Məncə bu şəxsi məsələlər. Sən onu bir kütləvi Azərbaycan mövzusu kimi gündəmə çıxarmamalısan məncə. Kütləvi Azərbaycan mövzusu bilirsinizmi kimdir? Oğlu olmuyor, amma müharibəyə qatılsın deyə gedib əsgərlərin paltarı yuyan anadır. Və bu kütləvi Azərbaycan zehniyyətidir. Və yaxud oğlunu itirib, evinə qonaq gəlməsi üçün qoyun kəsən bir şəhid atasıdır. Bu Azərbaycan mövzusudur. Nə qədər mərd insanlarımız oldu, nə qədər bir evin uşağı, nətər sonuncu mərd gülə-gülə şəhid olur. Bu insanları gətirin. Yəni mövzular bu yerlərdən siqnallardır. Amma bu demək deyil ki, onlar səhvdir. Deməli, biz təqdimatı düz etməmişik. Mədəniyyət xadimləri zaman-zaman hərə özünü düşünüb, hərə öz problemin həll etməyə çalışıb. Belə olacaq. O kütləvilik, o kütləvi mədəniyyət formalaşması üçün örnəklər, misallar mühümdür. Varmı belə misallar son 30 ildə? Çox az. Məncə bundan sonra yaranır artıq proseslər. Mədəni yurdumuz. Təşəkkürlər. Çox məzmunlu, çox belə hər tərəfli bir söhbət elədik. Mən istərdim ki, bir ildən sonra bir də qayıdaq bu məsələyə və baxaq görə bu bir il ərzində nələr etdik, nələr dəyişdi, nələrə artıq rahatlıqla deyə bilərik ki, bu olundu, artıq bu proseslər davam edir və nələri də hələ də öhdəsindən gələ bilməmişik. O proseslərə biraz da diqqətimizi yetirməliyik. Həm dövlət olaraq, həm ziyalı olaraq, həm insan olaraq yetirməliyik ki, onlar da gəlsin bir normal mühitə otursun, ondan sonra Azərbaycan mədəniyyətini rahat keyif alaq bu mədəniyyətdən. Üstəmə, mən sizə bir şey deyim. Mən yaradıcılığımla bağlı da bu cavabda var bir iştirik. Mən ərəfə adamıyam. Ümumiyyətlə, insan olaraq ərəfə adamıyam. Ərəfəni çox sevirəm. Ədəbiyyatımda da, kinomda da mənə maraqlı olan bədii senarilərimdə bir haldan digər hala keçən
və bu halında o hala keçdiyi zaman onun bütün o psixoloji, hətta fiziki sarsıntıları və digər o proseslər içində özünü anlayan bir insanın hekayəsidir. Məsələn, ədəbiyyat elə bir ki, məsələn, ağacın adama çevrilməsi, adamın quşa çevrilməsi, bax belə bu halda. Bugün ilk verilişinizdir. Bu ərəfədir. Nədən ərəfədir? Novruzdur, yeni gün başlayır. Bir. İkincisi, mədəniyyət yenidən şəkillənir. Bax, bizim Mədəniyyət Nazirliyinin təqdimatında sizin də qatqınız və iştirakınızla biz yenidən müasir Azərbaycan mədəniyyətini şəkilləndirməyə çalışırıq. Alınacaq, alınmayacaq ikinci məsələdir. Virginia Woolf'dan haqqında bir məşhur Faulknerin sözü var. Deyir, ən böyük yazıçı odur, nəyə görə soruşurlar? Deyir, ona görə ki, onun qoyduğu hədəf bizdən yüksək. Bizim hədəfimiz yeni Azərbaycan reallığında köhnə Azərbaycan mədəniyyətini yeni universal dildə təqdim etməkdir. Və biz bu ərəfədəyik. Siz Gözəl təsbit əslində. Və bu veriliş də ərəfədir. Novruz da ərəfədir. Martın 21 mənim ad günümdür. Mən onu hiss eləyirəm. Elə belə sözü demədim, o ərəfə olduğunu. Və həmişə özümdə fikirləşirəm ki, çox erkən cavanlığımdan, idmançı olan dövrümdən ki, mən onu hiss etməsəm, martın 22-si dəyişməsəm, hər il mən vallahi billahi dəyişirəm. Hiss edirəm, bioloji, fizioloji mən dəyişirəm. Artıq biləcəm ki, mən çəkirməliyəm, qocalmışam, enerjim yoxdur və mən gərəksizəm yəni. Amma indi hiss eləyirəm onu. Bax, bu verilişdə hiss etdim ki, yox, hələ bir il vaxtı qoydunuz, ona görə deyirəm. Bir ildən sonra inşallah görüşək. Mən harada oluram olsun, bu işdə olmaya da bilərəm. Mənim üçün hər şey dəyişə bilər. Düşüncə də əsas məsələ. Yəni mən mütləq burada çünki biz bunu müzakirə edərik. Biz müzakirə etdik, həm də biz bunu şəkilləndirdik. Yəni biz bunu artıq can verdik. Bir var fikir materiallaşır axı. Azərbaycan mədəniyyətinin yeni təqdimatını biz artıq canlandırdıq. Bax, bu çox mühümdür. Musiqidə, teatrda, kinoda, hər sahədə. Təşəkkür edirəm Orxan müəllim. Bu günlər bizim studiyamızın qonağınız oldu və çox maraqlı, konseptual bir fikirlərinizlə Azərbaycan dinləyicisini sözün əsl mənasında bir tətmin etdiniz. Tətmin olmaq, inanmaq, arxayın olmaq, gəlmək, doğrusu budur. Biz çalışdıq ki, bu günləri doğru bildiklərimizi dinləyicimizə çatdıraq. Təşəkkür edirik, çox sağ olun. Minnətdaram, uğurlar layihənizə. Mədəni Yurdumuz.